Həqiqətən də sosial şəbəkələr təhlükəli tendensiyaya çevrilib. Bəli, bəzən qətlə, bəzənsə alverə çevrilir sosial şəbəkələr. İnsan alveri, qadın alveri və daha nələr. Bugün sosial şəbəkələr vasitəsilə qadın alveri edən bir şəbəkənin izinə düşən jurnalisti barda girov götürüblər və bizim jurnalist ətraflı olaraq məsələni araşdırıb. Daha çox adnaklasnikə üstünlük verən şəbəkə üzvləri qadın adı ilə səhifələr açır və telefon nömrələri yerləşdirirlər. Tora düşən kişiləri dəstəyin o başındakı qadın Bakının müxtəlif yerlərindəki barlara və ya şəxsi evlərə dəvət edir. Bugün həmin mövzu ilə bağlı araşdırma aparan həmkarlarımızdan biri bu obyektlərdə tələb olunan məbləğ ödəmək imkanı olmadığına görə bir neçə saat girov saxlanılır. Sosial şəbəkələrdə intim münasibət təklif edən şəbəkə öz müştərilərini əsasən bu obyektdə qəbul edir. Interpres agentliyinin əməkdaşı həmkarımız Səxavət də həmin xanımların dırnaqarası toruna düşənlərdəndir. Həmən nömrələrdən birinə zəng elədim və məni bura dəvət elədilər. Və içəri girəndə qız intim münasibət üçün 25 manat pul istədi. Mən pulu verdim. Ancaq sonradan həmən oyunları başladı. Əllərində içki gəldilər, güya içirlər. Amma mən sifarişi mən verməmişdim. Və sonra qız mənə dedi ki, artıq bəsdir, hər şey hazırdır, qalxaq evə. Sonra mənə dedi ki, amma barın qarşısına gedin, sonra qalxaq evə. Getdim barın qarşısına 104 manatlıq qəbz gəldi ki, bunu ödəmək lazımdır. Əsas həngamə də bundan sonra başlayır. Tələb olunan məbləği ödəmək imkanı olmadığını deyən həmkarımıza idmançı görkəmli 3-4 nəfər Türkün sözü pəzəvəng yaxınlaşır. İdmançı görkəmli oğlanlar yaxınlaşdı mənə ki, bəs keçək arxa otağa. Keçək arxa otağa dedi ki, pulu ödəmək lazımdır, mütləq ödəməlisən də pulu, yoxsa başı boyun gələcək burada. Bundan sonra jurnalist məbləği gətirməsi üçün dostuna zəng etmək adı ilə redaksiyaya məlumat verir. Elə bu ərəfədə qızlardan biri sosial şəbəkədə öz fəaliyyətləri haqqında məlumata və hazırda jurnalistlərdən birinin onların fəaliyyət göstərdiyi zirzəmidə girov saxlanılması haqqında məlumata rast gəlir. Dərhal sos siqnalı verilir və hər kəs obyekti tərk edir. Hadisə ilə bağlı həmkarımız Səbail rayon 39-cu polis bölməsinə ərizə ilə müraciət edib. Bölmədən bildirildi ki, jurnalistin ərizəsi qəbul olunub və təhqiqat başlanılıb. Zülfüqar Xeyirxəbər, Namiq Abdullayev, Space.